A və B-nin hansı qiymətlərində? Deməli, A 7, B 19 və s. Deyək ki, ardıcıllığı ədədi silsilə əmələ gətirir. Ədədi silsilə əmələ gətirməkdən ötürü nə etməlidir? Biz deyirik ki, məsələn, ortadakı hədd ondan eyni uzaqlıqda yerləşən hədlərin nə ilə bərabərdir? Cəminin yarısına bərabər, düzdür? O zaman nə deyirəm? Onda B bərabərdir. 7 üstə gələk 19. Bölünsün neçə olmalıdır? Cəminin yarısı dedik də, bərabərdir. Neçə verdi bizə? 13. Deməli, B-ni 13 yazsam, onda yeni alınan ardıcıllıq A 7, 13, 19 və s. bu şəkildə davam edir. Burada ortadakı hədd neçə edir? A-ya nisbətə baxsam, 7-dir, düzdür? Deməli, onda 7 bərabər olmalıdır. A üstə gəlsin 13, bölünsün 2. Hər tərəfi 2-yə vursam, alaram A üstə gəlsin 13, bərabərdir 14-ə. A da bərabərdir neçəyə? 1-ə. Deməli, alınan ardıcıllığımız ədədi silsilə olması üçün bu şəkilə düşdü. A bərabərdir 1, B bərabərdir 13. Ardıcıllığı yoxlamaq istəsəm, 1, 7, 13, 19. Neçə artır? 6 gəldim üstünə aldım. 7-nin üstünə 6 gəldim, 13 aldım. 13-ün üstünə 6 gəldim, neçə aldım? 19 aldım və bu şəkildə davam edəcək. Aydındır?